Valencia Bavariya oynaqda onu söyləmək olar ki, deməli Bavariya hər iki komanda hazırda qrup 2 sıranı bölüşür və demək olar ki, bu iki komanda növbəti mərhələyə vəsələ qazanacaq. Valencia daha bu səviyyəyə yüksəlmək üçün, daha doğrusu qrupda liderliyə yüksəlmək üçün əsasən Bavariya ilə şərikli belə desək, şərikli lideri bölüşmək üçün Valencia Batı üzərində ardıcıl 2 qələbə ilə öz şanslarını yaxşılaşdırdı. Münhenlilər isə yalnız Batıya uduzmaqla yadda qaldı ki, digər rəqiblərinə aman verməməsi ilə diqqət çəkib. Fikrimcə bu oyunda hər iki komanda heç-heçə bəs edə, kifayət edə bilər. Çünki Batı hər nə qədər şansları davam etsə də evdə Lille oynayacaq. Lille səfərdə yenməsinə baxmayaraq Borisovlular bir qədər çətinlik ürədəcək. Çünki Lille Çempionlar Liqasını halsız tərk etmək istəmir. O həmən oyunda Lille Batını büdrətsə, Valencia Bavariya arasında oyunda tərəflərə heç-heçə də sərf edə bilər hardasa. Ancaq onu mən vurğulayım ki, Valencia Bavariya oyunlarda həmişə azərkeşlər gərgin mübarizələrin şahidi olub. Hatırlayırsa bu komandalar çempion 11 il bundan öncə Çempionlar Liqasının finalında üz-üzə gəlmişdilər. Çox maraqlıdır ki, həmin oyunda heç-heçə qeydə alınmışdı və ona qədər də 2 dəfə bu komandaların oyunda bir hesablı nəticə yadda qalmışdı. Fikrimcə bu oyunda da Bavariya favorit olsa da Valencia hazırda heç də pis vəziyyətdə deyil. Yəni ölkə çempionatı son turda da İspanyolu məğlub etdi. Amma fikrimcə bu oyunda Bavariya deməli İspaniyadan məğlub olmayacaq. Hər halda ötən mövsüm Çempionlar Liqası yarımfinalda Real kimi favorit komandanı məğlub etməklə İspanlara qarşı oynamaq gücündə olduğunu sübut edən Bavariya ilk oyunda da bu mövsüm Valencia'yı məğlub etmişdi və yəni Bavariya bu dəfə də İspanlarla oyunda fikrimcə meydanı məyus tərk etməyəcək. Proqnozum Bavariya uduzmayacaq bu oyunda.